Gəldim kəndə, bilirdim qız harda yaşayır. İzlədim onu. Yolda, onlar taksiyə oturub çıxdılar. Yolda maşını saxlatdım. Qızı mindirdim öz maşınıma. Apardım, yarım qohumun bir yarım tikinti binası var idi. Orada gizlətdim. Sonra da polislər gəldi. Qohumum Samirlə birlikdə əvvəlcədən planlaşdırdıq, oturduq bir yerdə planlaşdırdıq, qız qaçırlasıydıq Samirə. Sonra qızın evini izlədik, hardadır, necədir. Sonra maşına mindiyini bilib, arxasınca düşüb, maşının qabağını kəsib, saxladıq maşını. Samir düşdü, qızı götürdü, maşına zorla mindirdi. Mən də maşını sürüb apardım bunları.